Allahla münasibət belə başlayır. Adam düşür xeyrinin dalıca, deyir, görüm xeyrim haradadır. Xeyrini düz başa düşsə, bütün xeyrlərin ünvanı gedir olur Allah. İnsan öz mənfəəti üçün də yaşamaq istəsə, mənfəətini axtarırsa, düzgün getsə, gedib Allaha çıxacaq. Yəni, bütün xeyirlər Allahdadır, bütün zərərlər günahdadır. Bütün xeyirlər Allahın sözünə baxmaqdadır, bütün zərərlər Allahın sözündən çıxmaqdadır. Ona görə kimsə Allaha itaat eləyəndə nəsə böyük bir fədakarlıq eləmir. Və kimsə Allahın sözündən çıxmasa da fədakarlıq eləmir. Hər şey öz xeyrini eləyir. Heç kəs qürurlanmasın, mən Allaha itaat elədin, xeyrin gördün. Günahdan çəkindin, xeyrin gördün. Özvə gəldi çatdamısı. Xeyir və zərərin ünvanı, xeyrə çatmaq və zərərdən qorunmağın yeganə ünvanı Allahdır. Bunu adam ağılla da başa düşə bilər. Düşüncə ilə də başa düşə bilər. Məsələn, deyirsən, Allahın sözünə qulaq asım ki, zərər eləməyim. Məntiq budur. Allahın sözünə qulaq asım ki, faydalara çatın. Bu proses başlayır, sonra yavaş-yavaş hiss edirsən ki, sən o xeyir və ziyanı unutdun. Sənin üçün onun əmri mühüm oldu. Sənin üçün onun əmri önəmli oldu. Allah özü başlayır sənin üçün önəmli olmağa. Sonra bu prosesdə artıq xeyir, ziyan yaddan çıxır. Deyirsən, nə deyib o? Deyibsə baş üstə. Əmr özü sənin üçün qabarmağa başlayır. Qadağadan çəkinmə, bu belə bir prosesdir ki, insan yavaş-yavaş artıq əmrə fokuslanır. Əmrə diqqət edir, əmrdən zövq alır, əmrsiz qala bilmir, əmrdən çıxmaq faciəyə çevrilir. O da unudur hər addım başı, düşünmür ki, bu mənim xeyrimə deyə ziyanımadır. Hərçət yola bununla çıxmışdı, bununla başlamışdı yolu. Amma sonra yavaş-yavaş unutdu.